10 ay əvvəl bu 3 balalı qoyunu aldıq və sonra 3-5 əlavə olundu. Qaydanı pozmadan hər ay 1-2-3 almağa davam etdik və bugün nəticə budur. Təbii ki, sadəcə almaqla deyil, zəhmətlə də artır. Salam dostlar, hər vaxtınız xeyirli, uğurlu və bərəkətli olsun. Bugün çox fərqli bir video ilə gəldim. Doğru, fəaliyyətimiz qoyunçuluq, amma mövzu bugün biraz dərin olacaq. Demək olar ki, bir motivasiya videosu olacaq. Hazırsınızsa başlayaq. Təbii ki, mənim də xəyallarım belə bir sistemə sahib olmaq. Tək mən yox, hər kəs istəyər belə bir firması olsun. Lakin məlumdur ki, bu milyon tələb edir. Milyonu da olan mində bir insan var ki, olan da hansı sahədə əldə edibsə, təbii ki, o sahəyə yatırar o pulu. Bu bilmədiyi işə deyil. Yaxşı, indi burada sual yaranır. 3-5 qoyun alıb başlamaqla biz necə ora gəlib çata bilərikmi? Bu mümkündür, lakin zaman və zəhmət tələb edir. Unutmayaq, sıfırın üstünə milyon sıfır da gəlsən, sıfır elə sıfırdır, lakin bir saydır. Nəinki 3-5, bir-birdə say artır. Diqqətlə dinlə, kənardan sənə mız qoyanlara deyil, motivasiya verənlərə diqqət yetir. İnan ki, bacaracaqsan. Bu da sənə nümunə. 10 ay əvvəl bu 3 balalı qoyunu aldıq. Sonra 3-5 daha əlavə qoyunlar və qaydanı pozmadan hər ay 1-2-3 almağa davam etdim və bugün nəticə. Sadəcə 10 ay. Yəni, əziz qardaş, bugün sənin kətdə evin var, torpağın var, amma gedib şəhərdə günü 20 manata işləməklə 10 il sonra yenə necə gəlmişdinsə o cürdə qayıdacaqsan. Qazandığın bir şey yox, amma itirdiyin 10 il gəncliyin və gücün olur. Şans deyilən həyatda heç bir şey yoxdur. Bu şeytan əməlidir, onun xəyalına qapanıb getmə. Və ya sən şəhərli qardaşım, bir iş qura bilmirsən, mayan yox, pulun yox, günü-gündən geri gedirsən, sadəcə şəhərdə bir evin var, bu işsizlik belə gedərsə onu da itirəcəm qorxusu səni almış. Hələlik başlanğıc üçün ver evini kiraya, o pulla kətdə ucuza ev tut, kənd təsərrüfatını öyrən, başla bir şeylər öyrəndikdən sonra sat o şəhərdəki evi, o pula kətdən ev də alarsan, torpaq da, heyvan da. Gələcəkdə qazanacağın pul o şəhərdəki evini yenidən bərpa edəcək. Ana torpaq hər kəsi qazandırar. Unutmayın, ana torpaq, ana vətən, bu kəlmələr belə söz yığını olsun deyə deyilməyib. İndi isə kanalıma abunə ol ki, ikinci hissəni də qaçırmayasan.